Ramazan ayı boyunca oruç tutanların orqanizmi təxminən 13-14 saat ac susuz qalmağa öyrəşir. Lakin bir çoxumuz bunu nəzərə almadan bayram bitdikdən sonra birdən-birə normal rejimdə qidalanmaya keçirik. Bu isə orqanizmə mənfi təsir edir. Mütəxəssislərin fikrincə bayramdan sonraki günlərdə qidalanma rejiminə yavaş-yavaş uyğunlaşmaq lazımdır. Bədəni, orqanizmi çox yükləmək olmaz. Ağır qidalar qəbul etmək həzm problemlərinə gətirib çıxara bilər. Bəs düzgün qidalanma necə olmalıdır? Birinci qızıl qaydamız səhər yeməklərinə diqqət edilməlidir. Buna görə mütləq çox xəfif yeməklər, süd məhsullarından, sıyıqlardan, yulaf, manna və digər süd məhsullarından istifadə edilməlidir. İkinci qaydamız bol su içilməlidir. Üçüncü qayda isə bəzi qidalardan, yəni ağır şirniyyatlardan və xəmir yeməklərindən biraz çəkinməliyik. Mədənin yüklənməməsi üçün balanslı qidalanmaq vacib şərtlərdən biridir. Kiçik porsiyalarla tez-tez yemək həzm sistemini yükləmədən bədənin tədricən normallaşmasına kömək edir.